Good morning. Sabahınız xeyirli olsun. Thank you for giving me access Minnətdaram into the presence ki of God and into your Tanrının presence. huzuruna və sizin yanınıza We'll start gəlməyimə from Proverbs chapter imkan açmısınız. 14, verse 12. Məsəllər kitabı 14-12-ni açaq lütfən. And I bring you greetings once again Və bir from daha sizə salamlar gətirmişəm churches in Ghana. Qanadakı kilsələrimizdən. They send their love and Onlar their greetings. sizə sevgilərini və salamlarını çatdırırlar. Proverbs chapter 14, Məsəllər verse 12. There is a way 14-12. which Burada seemeth deyilir, right yol var ki, unto a man, insanın qarşısında düz görünür. but the end thereof Amma o are the yolun ways sonu ölümdür. of death. And then John chapter 14, Və verse Yəhya 6. 14-6-ını açaq. John chapter Yəhya 14, verse 6, it 14, says, 6-cı bənd. Jesus said Burada unto him, İsa ona dedi, I am the yol, way, the həqiqət truth, and the və life. həyat mənəm. No man cometh Mənim unto the vasitəm Father, olmadan but by heç kim me. atamın yanına gələ bilməz. Father, we ask that you Atacan, bless səndən this xahiş time, edirik this ki, bu portion, vaxtımıza və bu sözə in your xeyir own dua will, ver. in Jesus' Sənin name. iradəndə olsun, İsa Məsihin adıyla dua etdik. Amin. A few weeks Bir neçə ago, həftə bundan qabaq a word hit me so hard, I Tanrının couldn't sözü stop thinking mənə about çox toxundu. İndiyə the qədər word. o söz üzərində düşünürəm. I don't know that word in my own language. Öz dilimdə o sözü bilmirəm. So when it hit me in the English Yəni language, ingilis dilində the o word sözü eşidəndə absolute. o söz absolute I said, what does this sözüdür. word mean? Yəni absolute sözü it's nə not my deməkdir? language. Çünki mənim dilimdə bu söz And deyil, I went ingilis into dilindədir. studying, Biraz araşdırdım o studying, sözü and studying, və araşdırmamı looking for the meaning davam of that word. etdirdim. O sözün I mənasına will, baxdım. when I go back to Ghana, Qanaya I'll look for qaydanda some of the elders in my kilsəmin, tribe, tayfamın bəzi ağsaqqallarına müraciət edəcəyəm the meaning of that word or how və we will soruşacağım onlardan call it in our ki, biz bu language. sözə absolut I sözünə know that I dilimizə think I necə know the deyək? definitions Bilirəm in ki, my bu language, absolut but sözünün not the tərifini name. bilirəm öz dilimdə, amma Absolutes. onun That's what I want to talk tərcüməsini about bilmirəm. today. Amma bugün Absolutes. absolutlardan danışacağım, yəni mütləq Somebody sözü. asked me, Kimsə məndən is it soruşur, true that the Bible contains the word of God? doğrudan da mı Bibliyada Tanrının sözü Yes. var? Mən dedim, bəli. And then the person Və passed by sonra me adam and I ran quickly keçdi back to tell him that məndən the və answer I gave you is not correct. yaxınlaşdığımda dedim ki, bilirsən, The Bible does not mən contain sənə the word səhv of God. dedim. The Bible Bibliyada is the Tanrının word of sözü God. var, cavabı düz deyil. Bibliya özü Because if you Tanrının say the sözüdür. Bible contains Çünki the desək word ki, of Bibliyada God, Tanrının you could sözü also var, say it contains onda other things that are not deyə the word bilərik of ki, God. Bibliyada başqa sözlər də var ki, Tanrının That's sözü what deyil. some religions Bəzi want to portray the dinlər Bible. çalışır Bibliyanı bu cür qələmə They are versinlər, wrong. amma onlar səhvdir. The Bible Bibliya, is müqəddəs kitab, the word of God. Tanrının sözüdür. The Holy Spirit Müqəddəs ruh spoke danışıb and it was written və down o for sözlər us. bizim üçün yazılıb. 2 Peter İkinci chapter 1 verse 21 Peter says, 1:21-də deyilir ki, Holy men of God Tanrının spoke müqəddəs as they were moved kişiləri by the Holy Spirit. müqəddəs ruh tərəfindən hərəkətə gətirilərək bu peyğəmbərlik sözlərini bizə gətirib. Belə ki, mən absolut sözünü araşdırdım, bu mütləq kimi tərcümə olunan sözü. Və əminəm ki, sizdə bu sözün daha yaxşı anlayışı var, çünki siz ingilis dilində danışırsınız, mən ingilis dilli deyiləm. Baxdım o sözün mənasına və yazdım özüm üçün ki, əmin olum ki, bu sözü düzgün başa düşmüşəm. Deməli, absolut sözü. Absolut sözü nədir? Bu, mükəmməl olan bir şeydir və nakamdan azad olan bir şeydir. O, pakdır, heç bir qarışığı yoxdur, sual altına qoyulan deyil və mühakimədən, standartdan və ölçülərdən müstəqil olan bir sözdür. Absolutun heç bir məhdudiyyəti yoxdur, istisnası yoxdur və alternativi yoxdur absolut deyilən sözün. Və tolerans haqqında düşünsək, tolerantlıq haqqında. Tolerantlıq yaxşı şeydir, çox yaxşı şeydir, tolerantlıq. Amma tolerantlıq eləcə də o qədər də yaxşı olmayan şey ola bilər, əgər onun istifadəsinə baxsaq. Tolerantlıq bu dünyada nə cür qəbul olunur? Yəni, sən istədiyinə inan və kimə istəyirsən inan. Mən də istədiyimə və ya kimə istədiyimə inanıram, belə ki, hər kəs sevinsin və hamımız sülh içində yaşayaq mənasını verən tolerantlıqdır. Bilmirəm, əgər bu doğrudur.
buna belə baxsaq. Misal üçün, o kəsləriniz, kim ki Qanaya gəlib və ya Qananı tanıyanlar, mən Qananı yalnız nümunə kimi istifadə edə bilərəm. Gəlin deyək, biz Takoradiyə gedirik səyahətə. Pastor Şibeli ilə və digər pastorlarla, Pastor Eugene ilə, Pastor Ronaldo ilə Takoradiyə gedirik. Pastor Adam Speedy ilə, Pastor Dwayne və digərləri ilə. Takoradi Qanadadır və ölkənin tam qərb hissəsindədir. Və biz də deyirik, yaxşı, gedək Takoradiyə. Amma deyirəm ki, mən şərq istiqamətə getmək istəyirəm. Şərq istiqamətdən gedəndə Qanada Togoya çatacaqsan, Beninə çatacaqsan, Nigeriyaya çatacaqsan, Kameruna çatacaqsan və digər yerlərə. Yəni, Takoradiyə getmək istəyirsə, hamımız eyni yol getməliyik. Qarışıqlıq olar. Əgər desəm ki, mən şərq istiqamətdən gedim, mən şimal istiqamətdən gedim, çaşıb qalacaq. Deyəcək, gəlin bir-birimizə tolerantlı olaq, kim nə istəyir, inansın. Onda biz eyni məkana çatmayacaq, düzdür? Doğru deyilmi? Belə ki, bizə absolut, mütləq plan olmalıdır. Plan cızılmalıdır və planı addım və batım izləməliyik ki, uğurla məntəqəmizə çataq və birlikdə bir qrup olaraq birlikdə çataq. Ona görə deyirəm ki, tolerantlıq yaxşı şey ola bilər, eləcə də pis şey ola bilər. Bəli. Amma əgər hər kəs istədiyini edərsə, gec-tez xaos və anarxiya, qarşılıq, hökmranlıq etməyə başlayacaq. Şükür Tanrıya ki, Tanrı öz sözünü bizə deyib, bu söz bizim üçün yazılıb və hər kəs Tanrının dediyi sözə uyğun hərəkət etsə, onda həyat var, sevinç var və həqiqi sülh var. Biz Tanrının sülhünü aşkar edirik nəticədə. Tanrıdan sülhü aşkar edirik və eləcə də Tanrı ilə sülhü aşkar edirik. Paul xristianları təqib edirdi, onları qətlə yetirirdi. İsa Məsih bir gün onunla görüşdü və dedi ki, sənin dürtmələrə təpi atmaq çətin deyilmi? Yəni, sən bununla uğur qazanmayacaqsan, ay Şaul, mən səni xilas etmək istəyirəm. Gəl mənimlə, gəl mənim yolumu. Ey Şaul. Və Paul uğurlu səyahətə başladı Rəblə, İsa Məsihlə. Elə ki, absolutlar olduqca lazımi lübuddur. Hər kəsə absolutlar, mütləqlər lazımdır ki, uğurlu olsunlar. Və biz bu absolutları izləyəndə biz çox uğurla uzun yol gedib sülh içində yaşayacağıq. Bizə qaydalar lazımdır, tənzimləmələr və standartlar lazımdır. Və qanunbaz olmadan, amma bir qrup şəkilində uğurlu olmağımız üçün bunlar bizə lazımdır. Və Tanrı bizə bu absolutları verib ki, biz onları izləyək. Və biz bu absolutları izləyəndə onda həqiqi sülhü alacağıq. Həqiqi uğuru qazanacaq, həqiqi tərəqqiyə nail olacaq. Tanrı istəyir ki, onun övladları xeyirdualı olsunlar və uğurlu olsunlar. Amma uğur yalnız bu yolla gələ bilər. Əgər bütün insanlar Tanrının verdiyi absolutları izləsələr. Mən bunları absolut deyə bilərəm, eləcə də həqiqətlər deyə bilərəm. Tanrının sözü vasitəsilə bizə açıqlanan həqiqətlər. Biz bu həqiqətləri, absolutları izləyərkən, müqəddəs kitab bunu aydın deyir ki, absolutlar mövcuddur və bu absolutlar Tanrıdan gəlir və yalnız Tanrıdan gəlməsi yox, amma Tanrı özü həqiqətdir. Bu da Tanrının atributlarından biridir. O, həqiqət Tanrısıdır. Biz Tanrının ardıcı gedəndə, onun standartlarını izləyəndə, onun qaydalarına əməl edəndə, onda sülhümüz olacaq, onda həyatımız olacaq, sevincimiz olacaq və hər kəs bəxtəvər olacaq. Belə ki, Tanrı absolutları lap başlanğıcdan təyin edib ki, hər bir insana bu şamil olunsun. Hər bir insana bu şamil olunur, Tanrının absolutları. Müqəddəs kitab deyəndə ki, Tanrı dünyanı elə sevdi ki, öz vahid oğlunu qurban verdi. Bu, bütün insanlara şamil olunur. Bu, absolut, mütləq həqiqətdir, mütləq faktdır. Bu, dəyişilmir. Bu, regionlara görə, bölgələrə görə dəyişilmir və bu, ərazilərə görə dəyişilmir. Bu, həqiqət kimlərinsə cəmiyyətdəki statuslarına görə dəyişilmir. Yox,
Bu hər bir kəs üçün şamildir. Varlı insan da eyni yolla xilas olur, kasıb da. Çünki Tanrı dünyanı elə sevdi ki, elə ki öz vahid oğlunu qurban verdi. Və kim xilas olmaq istəyirsə, başqa yol da yoxdur. Yalnız İsa'dır yol. İsa deyəndə ki, yol, həqiqət və həyat mənəm, bu absolutdur. Başqa kimsə bunu dəyişə bilməz. Xoşuma gəlir. Yəhya 6:47-də İsa deyir, doğrusunu sizə deyirəm, mənə iman edənin əbədi həyatı var. Bu absolutdur. Başqa kimsə bunu dəyişə bilməz. Kimsə bu barədə heç nə edə bilməz. Kimsə bunu yeniləyə bilməz və bunu üstələyə bilməz. Bu Tanrının dediyi sözdür və onun sözü əbədi olaraq göylərdə, səmalarda təsbit olunub. Bütün insanlar üçün, bütün tayfaları üçün, bütün klasterlar üçün, bütün insanlar üçün və əbədi olaraq bərqərar olub və bu mənim xoşuma gəlir. Biz Tanrının sözünə aşiq olmuşuq. Bu o deməkdir ki, biz dəyişilməz olan bir şeylə vurulmuşuq ona. Kimsə o sözü dəyişə bilməz. Kimsə onu daha yaxşı edə bilməz. O özü-özlüyündə yaxşıdır. Biz Tanrının sözünə belə baxmırıq ölçü vahidi ilə ki, bu yaxşıdır, daha yaxşıdır və ən yaxşıdır. Yox, Tanrı yaxşıdır və onun yaxşılığı yetərlidir. Belə ki, bütün dünya görsün ki, Tanrı yaxşıdır, məzmur belədir. Və biz aşkar edirik ki, Tanrı adildir və o çox yaxşıdır. Amin, Tanrı çox yaxşıdır. Və xristiyan absolutlar Tanrının həqiqəti və mənəvi standartlarıdır ki, müqəddəs yazı vasitəsilə üzə çıxır. Bunlar məşhur rəylər vasitəsilə üzə çıxmır, hisslər vasitəsilə üzə çıxmır və ya dəyişilən sosial dəyərlər vasitəsilə üzə çıxmır. Kimsə bu həqiqətləri dəyişə bilməz. Biz onlara iman etməliyik. Əgər nəyisə dəyişə bilmirsənsə, bu həqiqət və absolut olaraq qalırsa, daha yaxşı olar ki, buna inanasan. Buna görə deyil ki, insan nəsə deyir və dönə-dönə dedikcə, hətta bu yalan olsa da bu çox dediyinə görə həqiqət olur. Yox, Bibliya belə deyil. Müqəddəs kitab Tanrının dediyi sözdür. Bibliya Tanrının sözüdür və Tanrı ki, bizim üçün ən yaxşısını bilir və bizim özümüzü bizdən daha yaxşı bilən Tanrı bizə bu sözü verib və deyib və şükür Tanrıya ki, bu söz bizim üçün yazılıb və bizim pastorlarımız və vaizlərimiz müqəddəs kitabı vəz etməlidirlər bizə. 2 semestr ki, mən Bibliya kollecində oxudum, Maryland Bibliya kolleci və seminariyada, mənim üçün ehtişamlı bir vaxt idi. Unutmuram, Pastor Schuyler'in, Pastor Shibel'in dərslərini, Pastor Lav'ın dərslərini, Pastor Glenn Cannon'ın dərslərini. Mən oturdum onların dərslərində, Pastor Hadley'nin dərsində. Və bu dərslər mənə indiyə qədər gəzməyimə kömək edir. Çünki onlar həqiqəti dedilər və yalnız həqiqət bizi azad edə bilər. Vaxt var idi ki, biz bilmirdik. Vaxt var idi ki, biz bilmirdik ki, aramızda kimsə kilsədə oturub göylərə qalxa bilər. Biz bacardığımızı eləyirdik. Amma sonra İsa Məsih gələndə bizi göylərə qaldıracaq həqiqətinə inanırdıq. Amma sonra aydın oldu ki, bəzilərimiz üçün bu söz təsirli olmadı. Yəni, göylərə getməyə çalışaq. Bu sanki deyirik ki, sən çalış, səylə çalış, daha güclə səy göstər, onda qayığın haradasa bir sayıla çatar. Amma şükür Tanrıya ki, biz güc etməməliyik ki, göylərə qalxaq. Şükür Tanrıya ki, biz özlüyümüzdə yaxşı olmalı deyilik ki, göylərə qalxaq. Bizə sadəcə xilas olmaq lazımdır. Yəni, bu gözəl və sadə və asan deyilmi? Sadəcə xilas olmağımız lazımdır. Amma şükür Tanrıya ki, Tanrı baxır. Tanrı bizim şəraitimizi bilir. O zamanlarda ki, biz imanlı deyildik və O, bizim günahlı vəziyyətlərimizdə ikən kimisə göndərdi. O göndərdi və Tanrı sözünün vəzi və təlimi vasitəsilə biz eşitdik və azad olduq. Azad olundan sonra mən artıq cəhd göstərmədim. Mən sadəcə yaşamağa başladım. Mən indi yalnız Məsihlə artıq səmalarda Tanrının taxtında əyləşdirilmişəm və bu absolut həqiqətdir və bu heç vaxt dəyişilmir. Efeslərə 2-ci fəsil dəyişilmir. Bu absolut həqiqətdir. Biz xilas olmuşuq lütf vasitəsilə. Əgər kimsə lütflə xilas olmayıbsa, onda elə xilas olmayıb. Aman Tanrım.
Titə 3:5 bizim öz salihliyimizə görə deyil, amma Tanrının mərhəmətinə görə və bizi xilas edib və o bizi öz müqəddəs ruhu və sözü ilə yuyub təmizləyib və bizi xilas edib. Bu çox yaxşıdır və hər kəs bu standartlara görə yaşaya bilər, çünki Tanrı bunu asan edib. Əgər Tanrı bizim xilasımızı biraz mürəkkəbləşdirsəydi, onda bu yaxında demişdim, onda heç kim xilas ola bilməz. Çünki bizim həyatımız artıq mürəkkəbdir. Amma İsa gəldi ki, bizi o mürəkkəblikdən xilas etsin, azad etsin, bizi öz tələlərimizdən xilas etsin, bizi bütpərəstlikdən azad etsin, yalanlardan azad etsin. Rəbb İsa gəldi ki, bizi azad etsin və bu çox yaxşıdır. Bu çox yaxşıdır. O qədər yaxşıdır. Çünki Tanrı bizə absolutlarını verib ki, bizi azad etsin. O bizi daha yaxşı tanıyır və o bizim yaxşılığımızı istəyir. Və müəyyən şeylər burada yazmışam və oturmadan qabaq bunu demək istəyirəm. Absolut həqiqət obyektiv və davamlıdır. O heç vaxt dəyişilmir. Bu mənim düşüncələrim deyil, amma bu Tanrının dediyi sözdür. Və qarışıqlıq ola bilər, əgər hər kəs istədiyinə inansa. Ümid edək ki, sülhümüz olacaq aramızda. Xeyr, heç olmayacaq sülh bu cür halda. Və Tanrı bizim üçün ən yaxşısını bilir. Belə ki, absolut bu obyektiv həqiqətdir. Tanrıdan gəlir və mən də onu qəbul edirəm. Və bu subyektiv bir şey deyil. Mənim öz düşüncəm deyil. Biz fikirlərimizi bölüşə bilərik, rəylərimizlə danışa bilərik. Amma bu bizdən kənar olan bir şeydir ki, gəlir bizə. Tanrının planı var. Hər birimiz üçün. İkinci şey. Mütləq həqiqət Tanrının özündən, mənşəyi Tanrının özündən gəlir və Tanrı özü həqiqətdir. Absolut Tanrının mənşəsi Tanrıdır. Çoxlu illər bundan qabaq əmim toplantıda oturmuşdu və mənə bir söz dedi. O, məndən qat-qat əvvəl xristian idi artıq. Və mən 2-3 dəfə Bibliyanın bəndlərini sitat edirdim. O dedi ki, mən sənə xristian ənənələrimdən danışım. O vaxt mən bilmirdim ki, Tanrının sözü göylərdə əbədi olaraq təsbit olunub. Əbədi olaraq təsbit olunub, sən isə əmican mənə ənənələrdən danışırsan. Mən onunla mühakimə sayağı mübahisə etmədim. Amma böyüdükcə imanda başa düşdüm ki, əmim nə qədər səhv edib. Yox, ənənələr sonra gəlib. Bizim ənənələrimiz hələ dünən gəlib, Bibliya ilə müqayisə etsək. Amma, ya Rəbb, sənin sözün əbədi olaraq göylərdə təsbit olub. Tanrının sözü hələ göylər və yer yaradılmamışdan qabaq artıq var idi. Tanrı dünyanın yaranması üçün söz dedi. Sadəcə söz dedi Tanrı və dünya yarandı. Belə ki, mən görürdüm necə əmim səhvdir. Amma biz mübahisə etmirdik. O, əmimlə mübahisə girmədim. Neysə, heç vaxt əmə getmədim ki, onu düzəldim. Yəni, əmələ gəlmədi. Əgər kiminləsə mübahisə girsəydi, mən mübahisəni itirə bilərəm. Amma mən Tanrının sözünə görə haqlıyam. Çünki mən deyirəm ki, Bibliya, müqəddəs kitab əlindən gəlməmişdən qabaq artıq var idi. Bəzi nümunələr absolut üçün. Yəhya 3:16. Tanrı dünyanı elə sevdi ki, öz vahid oğlunu qurban verdi. Bu absolutdur. Növbəti. Mən yol, həyat və həqiqətəm, İsa Məsih deyir. Və bununla mübahisə apara bilməzsən. Yəni, öz paralellərinlə, öz məntiqinlə bunu mübahisə edə bilməzsən. Biz qəbul etmişik ki, Tanrı yaxşıdır, odur yeganə yol. O, bir siyasi, çox məşhur siyasətçi, hörmətli siyasətçi, ona qulaq asırdım, televizordan danışırdı. Bu siyasətçi belə dedi. O, katolik ailəsində böyüyüb, anası hər dəfə onu kilisəyə aparardı. Və o dönən katolik kilsəsində bir şey eşidirdi. O eşidir ki, İsa göylərə aparan yeganə yoldur. Amma indi o böyüyüb siyasətçidir və başa düşür ki, bu ifadə ədalətli deyil. Çünki başqa dinlər də var axı, başqa yollar da var axı. Və mən o adamı görsəydim,
onunla çoxlu, yəni mübahisələr, çoxlu yəni yollardan, ofislərdən keçməliydim ki, onunla üz-üzə görüşüm. Amma görüşsəydim onunla, deyərdim, gəl oxuyaq, görək müqəddəs kitab nə deyir. Çünki orada deyir ki, İsa'dır yeganə yol. İsa'dır yeganə yol, başqa adları yoxdur. Tanrının B planı yoxdur. Tanrının yalnız A planı var, bizim xilasımız üçündür bu plan və bu da absolut həqiqətdir, mütləq həqiqətdir. Və sən həqiqəti dərk edəcəksən, həqiqət də səni azad edəcək, mütləq həqiqətdir. O həqiqət ki, mən öyrəndim, bu xidmət qanaya gələndən mən əbədi olaraq xilas oldum, azad oldum. Mən yıxılırdım, qalxıram, yıxılıb qalxıram, amma bir şey bilirəm ki, mən atamın əlindəyəm və oğlun əlindəyəm. Demək, o həqiqət deyilmi və bu bizi azad etmirmi? Bəli, biz azadıq. Həvələn İşləri kitabı 6-cı fəsildə soruşdu Həbəşli, mənim xilas olmam üçün nə lazımdır? Rəbb İsa Məsihə iman et və xilas olacaqsan sən və sənin ailən. Hər kəs Həvələn İşləri 16:31. Biz xilas olmuşuq çünki İsa Məsih xilasımız üçün işi bitirib və bizim etməli olan bir işimiz var, ona iman etməyimizdir və onun bizim üçün etdiyi işi qəbul etməyimizdir və bu da bizi azad edir. Bibliya deyir, Romalara 6:23-də ki, əvvəla 3:23-də, sonra 6:23-də hər kəs günah işlədi və Allahın izzətindən məhrumdur. Və bu çox qorxuludur. Amma 6:23-də deyilir ki, çünki günahın əvəzi ölümdür deyilir. Lakin Tanrının ənamı, hədiyyəsi isə əbədi həyatdır. Bizim hədiyyəmiz var. Tanrı bizə hədiyyə verib. Biz bunu özümüz ala bilməzdik. Bizim ödənişimiz bunun üçün yox idi. Biz bunu pulsuz aldıq və bunu itirə bilmərik. Biz xilası heç vaxt itirə bilmərik. Əgər Tanrı məni bugün xilas etsəydi, sabah bu xilası itirsəydim, onda Tanrıya etibar etməyim çox çətin olardı. Amma xilası itirmə imkanı bu insan düşüncəsidir. Tanrı belə demir. Və nəyə görə biz mübahisə aparmalıyıq? Bizim mühafizəmiz əbədidir və Tanrı çox rahat, sərbəst oturub deyir ki, mən səni xilas etdim və xilası heç vaxt heç kim itirə bilməz. Və bununla mübahisə etmək lazımdırmı? Tanrı ilə mübahisə aparmaq lazımdırmı? Yox, biz deməliyik ki, müqəddəs kitabə baxaq və görək Tanrı nə deyib. Və Tanrı dediyi söz də budur ki, mən səni bir dəfə və həmişə olaraq xilas etmişəm və heç vaxt səni itirmərəm, Tanrı deyir. Amin. Və bu absolut, mütləq həqiqətdir. Bu konferans həqiqətən mənim bir çox şeylərə gözümü açıb. Xristianlığın gözəlliyinə, məhz musiqiçilər oxuyanda, səcdə edəndə, məhz və qüdrət, pastorlar vəz edəndə Tanrının sözünün qüdrəti, onlar istər ucadan danışsalar və ya aşağı səs tembri ilə danışsalar, mən burada eşidib, qəbul edirəm Tanrının sözünü və bu mənim fiziki bədənim üçün şəfadır. Çünki burada məhz var, Tanrının məhsi var. Tanrı bizi sevir. Bu heç vaxt dəyişilməzdir. Bu mütləq həqiqətdir və biz bununla yaşaya bilərik və sevinə bilərik Tanrıda. Amin. Amin.